Bugünkü dərsimizdə biz rezinkadan hazırlanmış qolbaq fikirləşib hazırlayacağıq. Və bu qolbağın ərsəyə gəlməsində hansı ləvazimatlar lazımdırsa, onları sizə göstərəcəm. Fikirləşdiyimizə görə biz burada rezinkalı qolmaq olmasına baxmayaraq heç də asan iş deyil. Hər bir iş əziyyətlə ərsəyə gəlinir. Yəni siz də öz iş təcrübənizdə buna şahid olacaqsınız. Lap sıfırdan deyək, bu qolbağı hazırlamaq istəyiriksə, heç bir fikrimiz yoxdur. Və fikirləşirik ki, bu qolbağı hazırlamaq üçün hansı ləvazimatlar lazımdır? Ləvazimatlara hansı düzümlə yerləşdirmək lazımdır ki, daha gözəl alınsın. Ona görə bu cür gözəl bir sizin lövhəniz olmalıdır. Burada lövhədə ölçüləri var. 15, 17, 18, 16, 13, sonra burada uşaq qolbaqlar üçün 14, 19, 20 ölçülərində olan qolbaq ölçüləri var ki, yəni siz o ölçülərdən asan bir şəkildə istifadə edə bilərsiniz. Artıq bu müştəri sizə qolunun ölçüsünü deyəndə heç bir santimetrdən istifadə etmədən birbaşa qolbağı düzəltməyə başlaya bilərsiniz. Amma biz deyək ki, biz ölçünü bilirik. Deyək ki, bu ölçüsü 16 santimetrdir. Bizim qolumuza uyğun, müştərinin qoluna uyğun daha doğrusu 16 santimetrdə olan rezinkalı bir qolbaq hazırlamaq istəyirik. Və qolbağı hazırlamaq üçün fikirləşirik ki, hansı ləvazimatlardan istifadə eləsək, hansı ardıcıllıqdan istifadə eləsək, daha gözəl görsünlər. Burada təbii mirvari və bu cür ağ ay daşından ibarət təbii daşımız var və 2 dənə də bu cür hematit daşı var ki, mən də məsləhət görürəm bu hematit daşını istifadə eləməyə, çünki nə qaralmır, nə rəngi getmir, yəni koroziyaya uğraması da yoxdur, çox gözəl daşlardır, həm də ki təbii daşdır. Əgər burada uzun mirvari qoymuş olsam, bu hissədə də ona uyğun mirvari qoymaq lazımdır ki, simmetriya pozulmasın. Və biz burada axtarırıq. Bu mirvarilər müəyyən qədər fərqli ölçüsü olduğuna görə bacardığımız qədər onu uyğunlaşdırmağa çalışırıq. Və bu cür düzürük. Bu ölçünün olması bizə nə üstün cəhətləri var? Çünki biz əvvəlcədən həmin bu qolbaqdan olan qolbaq, yəni həmin bu qolbağı hansı formada görünəcəyini əvvəlcədən bilmiş oluruq. Masanın üzərində istifadə edəndə çox güman ki, bu qolbaqdakı olan daşlar itə bilər, yəni israfa yol verməmək üçün bu cür ölçünün olması hamıya xoş təsir bağışlayar. Bu cür düzürük. 1, 2, 3, 1, 2, 3. Burada 3 dənə ay daşı var. 3 dənə də burada ay daşı var. Və geri qalanları isə biz mirvaridən işləyirik. Mirvaridən işləyirik. Hematit daşını isə sonradan fikirləşib istədiyimiz yerə yerləşdirə bilərik. Yəni onun bir problemi yoxdur. Sadəcə biz bunu düzməliyik ki, əvvəlcədən bilək ki, bizim yekun qolbağımız hansı formada olacaq. Yəni ehtiyac olunarsa, hematit daşını oraya əlavə edərik. Əgər ehtiyac hiss olunmazsa, hematit daşına ehtiyac duymasa, onu da qoymarıq. Amma bəzən
işin yekunlaşması özü-özündə hiss elətdirir. Yəni artıq ləvazimatlara, artıq daşlara ehtiyac yoxdur. Amma elə iş var ki, onu hiss edirsən ki, tamamlanmayıb. Müəyyən qədər tamamlamaq işləri aparmaq lazımdır. Düzülüşü qoyanda da bunun dəlik olan hissələrin düzgün yerləşdirmək lazımdır. Çünki sapa qoyanda bunların duruşu buradakı kimi dursun. Bax, bu cür formada qolbağımız olacaq. Məncə bu cür qolbaq qəşəng görsənir. Mənim çox xoşuma gəldi. Amma deyək ki, biz hematit daşından da istifadə eləmək istəyirik. Baxın, bu cür qolbaq alındı. Deyək ki, biz hematit daşından da istifadə eləmək istəyirik. Nəsə tamamlanmamış kimi görsənir. Onda hematit daşını bir neçə yerə qoyaraq müqayisə eləməklə tapa bilərik ki, hansı yerdə daha gözəl görsənir. Mən bir neçə yerə qoyacağam. Siz hansı xoşuma gəlsə onu da yekunlaşdıracağam. Amma hansı xoşuma gələnə qədər mən yerini dəyişdirməliyəm. Çünki bu incə bir zərgər işidir. Yəni bizim işimiz gözəllik bir işidir. Biz elə bir iş ortaya qoymalıyıq ki, hamı tərəfindən gözəl qiymətləndirilsin. Əsasən də özümüz tərəfindən. Deyək ki, hematitin deyək ki, bu 16 santimetrli qolbaqdır. Qolumuzun bu hissəsinə baxın. Qolumuzun hematit daşları qolbağın bu hissəsində, qolun daha doğrusu bu hissəsində görsənsə daha gözəl görsünlər. Çünki hematit daşı gəlib aşağı hissəyə düşsə, burada mirvarlar olsa çox gözəl görsənməz. Biz hematit daşlarını elə yoğunlaşdırmalıyıq ki, hematit daşlarının duruşu bu hissənə nəzərdə tutulsun və yaxud da biraz bu hissədə. Yəni insan əlini çevirəndə görünən bir hissədə daha aydın görsənsin. Bu hissəni nəzərə aldığımıza görə, bax bu hissəni nəzərə aldığımıza görə bu yarıdan biraz yuxarıdır. Deməli biz 18-16 santimetrin yarısı əgər buradırsa, bura qoysa düz buralara düşəcək. Burada qəşəng estetik görsənmir. Biraz yuxarı qoya bilərik. Misal üçün, bax, bura qoya bilərik. Axırıncının qarşısına. Bu cür. Siz baxırsınız. Qəşəng görsənir. Əgər ehtiyac varsa, birini də bu hissədən qoya bilərik. Bir, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 8, 2, 3, 4, 5, 6, 7, 8, 8. Bu cür forma məncə daha ideal bir formadır. Gözəl də görsənir. Həm qolun ön hissəsində, həm yan hissəsində, həm də aşağı hissəsində hematit daşının gözəlliyi aydın şəkildə görsənir. Amma yox, biz deyək ki, bu mirvarini bu cür istəmirik. Yaxud da müştəri istəyir ki, mirvarinin gözəlliyi görsənsin. Hematit daşlarına çox ehtiyac yoxdursa, onda hematit daşını biz buradan çıxarıb yalnız bu hissələrə qoya bilərik. Bunda da gözəl görsənir bu qolbaq. Bax, başlanan hissəsində. Bunu qoymaqla biz bu klonu daha da qabarıq gözə çarpmış eləmiş oluruq. Bunları çıxardaq. Əvvəlki forma. Yine burada biraz insan pozulmasına baxmayaraq, amma bayaqki qoyduğumuz formadan ölçüsündən böyük deyil. Sadəcə mirvarilərin ölçüsü qeyri-bərabər olduğuna görə, müəyyən qədər kələ-kötürlük olduğuna görə götürəndə yerini dəyişə bilir. Bu cür də gözəl forma əldə eləmək olar. Amma mənim nəsə bayaqki forma daha çox xoşuma gəldi və mən onu hematit daşlarının bir buradan, bir də buradan olan hissəsi ilə düzəltmək istəyirəm. Bu qolbağı hazırlamaq üçün bizə bu cür rezinka lazımdır. Bunun ölçüsü 0,8 mm-dir.
bu cür çəkilərək asanlıqla istifadə eləmək olar. Bunun alış yerində mən sizə deyim, Temurdan sifariş eləmişəm. Burada satılan rezinkaların əksəriyyəti həm qısa ölçüdə olur, bəzən də üstündə yazılan rəqəmdən onun qalınlığı uyğun gəlmir. Amma bu sifariş elədiyim rezinkanın isə həm qalınlığı deyilən ölçüyə uyğundur, həm də ki 99 metr içərisində uzunluğu var. Yəni kifayət qədər bundan qolbaq düzəltmək mümkün. Qolbaq, boyun bağı fərqi yoxdur. Rezinkadan istifadə olunan bütün ləvazimatlardan hazırlamaq mümkündür. Yəni indi hazırlamamıza başlayaq. Birinci, fikirləşək ki, biz əgər bura düyün atacaqsa, o düyün kifayət qədər görsənməyən bir yerdən olmalıdır ki, estetik cəhətdən gözəl görsənsin. Və baxırıq ki, bu hissədə daha bir böyük bir dəlik var. Bu dəlikdən başlasaq və nəhayət bu dəlikdə kifayətlənsək, düyünü atan yerdən düyünün kələkötürlüyü görsənməyəcək. Ona görə biz buradan başlayırıq. Birinci bu klonu keçirdirik. Bu hissədən hazırlanmış formada keçirdirik. Bu cür formadan sonuna qədər yağarıq. Onu da nəzərə almaq lazımdır ki, mirvarilərin dəlikləri çox vaxt çox kiçik ölçüdə olur. Ona görə onları qalın sapdır, qalın rezinkadır keçirtmək çox çətinlik törədir. Kifayət qədər qalınlığı olan müəyyən qədər daha doğrusu nazik rezinkalardan istifadə etmək lazımdır. Məsələn, ən ideal ölçü 0,8 mm-dir. Bəlkə də 1 mm-ə keçməz. Məsələn, bax burada mirvarinin keçməsi problem yaradır. Çünki dəliyi o qədər kiçikdir ki, ümumiyyətlə, təbii mirvarini süni mirvardan fərqləndirən əsas cəhətlərdən biri də onun təbii mirvariyə həmişə kiçik dəlik qoyurlar. Çətinliklə də olsa keçdi. Və yenidən digər mirvariləri bu cür şəkildə düzürük. Daşları bir-bir bu cür keçirəndən sonra artıq düyünləmə işinə keçmək olar. Və bildiyimiz kimi bu 16 cm uyğun olan bir qolbaq olacaq. Və ardıcıllığına yenə baxırıq. Müəyyən qədər bəlkə bir səhvlik olubsa, muncuğu salanda yenə də yoxlayırıq. Uyğunsuzluq olsa, burada açıq təzədən düzəldə bilərik. Məncə hamısı yerindədir və artıq düyünləmə işlərini həyata keçirmək olar. Burada düyünün mühüm bir sirri hissəsi var. Mən onu sizlə bölüşmək istəyirəm. Yəni düyünü elə bir formada bağlamaq olar ki, dərhal açılar. Qolbağı bu cür keçirdikdən sonra artıq düyünləmə işinə başlaya bilərik. Düyünləmə işi çox asan görsənməsinə baxmayaraq çox mühüm bir işdir. Yəni oradan əgər müəyyən bir səhvliyə yol verirsək, dərhal qırıla bilər və işimiz boşa gedə bilər. Ona görə diqqətlə baxın düyünləmə işinə.
Onun da öz sirləri var. Hal-hazırda mən o sirləri sizinlə bölüşürəm. Bunun rezinkanın bu kiçik çıxıntısını buradan tutaraq çalışmaq lazımdır ki, rezinkanı çox da qısa saxlamayan bu hissədən. Hardasa bir 5-6 cm uzunluğunda qalsın ki, rahatlıqla siz onu düyünləyə biləsiniz. Üst-üstə gətirib formada gətiririk. Çox dəhşət, çox sıxmaq da lazımdır, çox boş buraxmaq da lazım deyil. Bu iş müəyyən qədər praktika tələb edən bir işdir. Yəni bir müddətdən sonra sizdə əliniz öyrəşəndən sonra daha aydın hiss edəcəksiniz ki, bir düyün, bir daha düyün vururuq. İndi hal-hazırda mənim yanımda kley yoxdur. Mən o kleyi sizə gələn dərsdə göstərəcəm. Bu hissədən kleyi B700 kleyi bu hissədən vurulur. Azca miqdarda, çox miqdarda yox. Yəni işimizi möhkəm tutmaq üçün, möhkəmliyinə əmin olmamız üçün bu hissədən vurulur. Sonra bu hissəni, bu çıxıntını, bir də bu rezinkanı parmağımızla tuturuq. Bir də bu hissəni var gücümüzlə onu dartırıq. Gücümüzlə dartırıq. Çünki bunlar, bu rezinkalar çox vaxt yağlı rezinkalar olur. Asılmağı asan da olur. Siz əgər kleyi də vurandan sonra ömürlük bağlanır. Əgər burada qırıqlar olmasa, bu düyündən açılma ehtimalı çox azdır. Gətiririk. Möhkəm belə bu şəkildə sıxırıq, bacardığımız qədər. Bu düyünü sağa, sola fırladırıq. Yəni, başqalarının açıqlama dərsində bir çox düyün metodları var. Mən neçə illərdir bu metodla edirəm. Məndə qolbaqlar var. 2-3 ildir taxıram. Heç bir qırılma ihtimalı da yoxdur. Qırılmayıblar. Yəni, bu formada siz, mən deyən formada eləsəniz, sizin də qolbaqlarınız möhkəm şəkildə bağlanacaq bu formada. Bacardığınız qədər sıxın. Qolbaq alındı. Formada. Bu artıq qalan çıxıntıları isə qayçı vasitəsilə ayırmaq olar. Bu formada artıq qalan hissələri bu cür uzaqlaşdırmaq olar. Fikir vermək lazımdır ki, lap dip hissəsindən olmasın. Budur, artıq biz kəsdik. Yəni, nə qədər dartsaq da qırılma ihtimalı yoxdur. Və videonun önündə demişdim mən sizə, əvvəlində demişdim. Bu cür qolbaq alındı. Videonun əvvəlində də mən sizə demişdim, düyünü elə bir yerdən bağlamaq lazımdır ki, estetik gözəlliyi pozulmasın. Yəni, əgər düyünü bu hissədən bağlasaq, müəyyən qədər düyünün görsənməsi çox da qəşəng görsənməz.